Bəlbişimiz şeydi, 6 nömrəli. Lisey ona deməkdir. Burada oyuncaq var. Oyuncağı bilmirəm, amma ən gözəli bilik var. Bilik! Bəli uşaqlar, lisey isə ikinci evidir. Deməli, burada bizi sevəcəklər. Əlbəttə, burada bizim çoxlu dostlarımız olacaq. Bəs biz burada nə öyrənəcəyik? Rəsm çəkəcəyik. Mahnı oxuyacağıq. Rəqs edəcəyik. Oxumağı, yazmağı, rəqs etməyi, mehriban olmağı öyrənəcəyik. Bəs biz bunları nə üçün öyrənirik? Vətəni sevmək, valideynlərimizə hörmət, yaxşı insanlar olmaq üçün. Vətən nədir? Vətən anamızın səsi, bayrağımızın rəngi bizim gözəl Azərbaycanımızdır. Vətənimiz Azərbaycandır. Elman, nə yeyirsən? Axı dərs vaxtıdır. Məryəm, acından ölürəm. Ac olanda mən o mən deyiləm. Banu, sən yenə rəsm çəkirsən. Rəsm dərsi başlamayıb. Mən çünki gələcəyin məşhur rəssamıyam. Qoyun özümü göstərim də. Fatih, hara gəlsən sən mənə gizli-gizli? Nənəmə salam verib gəlirəm. Fatih, qapını elə çırpmadan salamını evdə verərsən. Müəllimə demişdi ki, etik qaydalarını əməl edin. Müəllimə həmişə bunu deyir. Bir dəqiqə, etik qaydalarına da axı yeməlidir, içməlidir, telefona yüklənir, oyundur. Etik qaydalar o deməkdir ki, dərsdə yemək yemirik, icazəsiz sinifdən çıxmırıq, qapını çırpmırıq, müəllimin sözünü kəsmirik, məktəb əşyalarına zərər vermirik. Demək, nənəyə də salam vermək qadağandır. Hər şey öz zamanı və qaydası var. İlk gündən qaydalara əməl edək ki, liseyimizin adına yarasın, sacitlər olaq. Tərbiyəli olmaq çox gözəldir. Qaydalara əməl edən hamı tərəfindən sevilir. Yaxşı davranış dostluğu artırar. Ədəbli uşaqlar məktəbin fəxridir. Gəlin bir-birimizə hörmət edək. Biz nümunələri şagird olacağıq. Uşaqlar, görün burada nə qədər kitab var. Biz bunların hamısını oxuya biləcəyik. Təhsil alsaq, əlbəttə oxuyacağıq. Təhsil nədir? Əli təhsil nədir? Mən nə bilim nədir? Təhsil yəni oxumaq. Yəni mahnı oxumaq, lə-lə-lə-lə-lə-lə. Necə oxul oxumaq? Lə-lə-lə-lə-lə-lə. Sənə bir söz deyəcəm. Uşaqlar, təhsil bizim sağlam olmağımız, cəmiyyətdə yer tutmağımız, vətən üçün layiqli övladlar olmağımızdır. Elm xəzinədir, oxuyan qazanar. Oxuyan insan ucalar. Müəlliməmiz demişdir ki, elm işıqlı yol deməkdir. Təhsil gələcəyimizi daha parlaq edir, bizə doğru yolu göstərir. Kitablar bizim ən yaxın dostumuzdur. Oxuyaq öyrənək ki, gələcəyimiz uğurlu olsun. Əli, Şuşanı necə gözə çəkmirsən, bəs bu kimi rəsmidir? O mənim atamdır, şəhid Əli, o mənim qəhrəmanımdır. O hamısının qəhrəmanıdır. Vətən mənə oğlu desən nə dərdim? Mamoğlu qayasında bitərdim.
Bu şeyi sən kimə öyrədin? Mən bu şeyi anamdan öyrənmişəm. Ana həmişə deyir ki, şu vətəni sevmək gərək. Onu qoymaq gərək. Yaxşı, bəs vətən nədir? Vətən Azərbaycandır. Vətən evimizdir. Vətən bayrağımızdır. Vətən ana lalısıdır. Vətən məktəbimizdir, müəllimimizdir. Vətən doğma torpaqdır. Mən böyüyəndə atam kimi cəsur olacağam, vətənimi çox sevəcəyəm. Biz də yaşayandayıq. Biz birlikdə güclüyük. Biz bu liseydə Azərbaycanın bugünü, keçmişi və gələcəyi haqqında çox şey öyrənəcəyik. Eşitdiyimə görə bizim liseyimiz çox dərin tarixi var. Bizim liseyimiz alimlər, akademiklər, filosoflar, həkimlər və ali baş komandamızı yetişdirib. Deməli, bu məktəbdə oxumaq böyük qürurdur. Biz də çalışırıq, vətənimizdə layıqlı övlad olacaq. Yaşasın Azərbaycan! Yaşasın vətənimiz! Gözəl danışmaq bir bacarıqdır. Mədəniyyət insanın gözəl bəsəyidir. Davranış da bir mədəniyyətdir. İnsan hərəkətləri ilə özünü tanıtdırır. Ədəbli insanı hamı sevir və hörmət edir. İnsanları gözəl danışır və yaxşı davranış sevdirir. Anaya baxanda nəsə gönüllüksə, danasınız bizi də ələ göstərir. Hər bir şagird liseydə ailəsinin aynasıdır. Biz liseydən içəri daxil olduqda hər yerdə mədəniyyət gördük. Bunların təhsil osağı, mədəniyyət osağı olduğunu o handa hiss etdik. Dostlar, bəs bizim sürprizimiz. ¿Aló? Oye, Gerla. Escúchate esto. Mississippi. If we show up, we gon' show out. Smoother than a fresh drop skipping. Girls hit you hallelujah. Girls hit you hallelujah. Girls hit you hallelujah. Cause Uptown Funk don't give it to you. Cause Uptown Funk don't give it to you. Cause Uptown Funk don't give it to you. Saturday night and we in the spot. Don't believe me, just watch. Открываю двери без ключа. Налетели как саранча. Стал богаче, даже богача. Раскидался как Джеки Чан. Dame un grr. ¿Un qué? Un grr.
qué? ¿Un qué? Un qué? ¿Un qué? Un qué? ¿Un qué? Un qué? Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan. Miray, sən məktəbə gələndə ana nə üçün sevinir? Niyə sevinir? Mən yaxşı şey öyrənirəm. Yaxşı şeylər öyrənirsən. Nə öyrənirsən məsələn yaxşı? Əlifbanı keçirəm. Dərs oxumağı öyrənirəm. Sən böyük məktəb çantan olsa içərisinə nə qoyarsan? Xəttkeş, qələm qabı, su qabı, yemək qabı. Bu dediklərinin içərisində ən çox hansını sevirsən? Yemək qabını sevirsən? Yeməyi sevirsən? Bəs içində nəsə gizlədərdin oyuncaqlardan? Yox, niyə? İcazə vermirəm. Tətil olanda, evdə qalanda buna ən çox kim sevinir evdə? Ana. Ana, niyə ana? Kimi oradayım, evdəyim. Darıxır sizin üçün? Bəs sən sevinirsən yoxsa pis olursan? Pis. Niyə? Darıxıram. Məktəb üçün? Fatih, səncə anan səni məktəbə getməyinə ona görə sevinir ki, daha ağıllı olacaqsan, yoxsa evdə sakit olacaq? Səncə niyə sevinir? Ağıllı olmağına görə. Sənə bu qədər böyük çanta nə üçün lazımdır? Dərsliklər üçün.
Səncə tətili daha çox kim gözləyir? Sən yoxsa ana? Heç kim. Niyə sevinmirsiniz? Çünki məktəbi hamımız sevirik. Rauf, səncə anan sənin məktəbə gəlməyinə görə niyə sevinir? Evdə sakit olacaq. Olacaq. Sən nə edirsən ki, dəcəllik edirsən evdə? Dincəlirəm, harasız edirəm. Sənə bu qədər böyük çanta nə üçün lazımdır? Kitablar üçün. Bəs tətili evdə kim çox sevinir tətil olanda? Ana yoxsa sən? Mən Tətil olanda evdə niyə sevinirsən? evdə qalmışdım. Evdə məktəbə gəlmək istəmirsən? Az gəlmək istəyirsən? Nihat, sən məktəbə gələndə ana niyə sevinir? Sən məktəbə gəlib ağıllı olacaqsan, yoxsa evdə sakit olacaq? Evdə sakit. Olacaq. Sən nə edirsən ki, ana sevinir ki, evdə sakitçilik olsun? Maşına. Sənə böyük şanta nə üçün lazımdır? Kitablar üçün. Tətil olanda, evdə qalanda kim sevinir? Sən yoxsa ana? Ana. Zorla bərk göstərəndə. Fuad, səncə anan sən məktəbə gələndə niyə sevinir? Çünki öyrənirəm. Böyük çanta məktəbə gələndə nə üçün lazımdır? Çünki lazımı dağı götürüb ondan vaxtı çatanda işlədə bilim. Böyük çantaya nə qoyacaqsan məktəbə gələndə? Balaca çantaya nə yerləşmir onları. Səncə tətili kim çox sevinir, gözləyir tətil olsun? Sən yoxsa sən? Tətildə çünki dincələ bilirəm. Ana bəs sevinir yoxsa kədərlənir tətil olanda? Sevinirəm. Sevinir. Niyə sevinir? Ən çox dincəlir. Dincəlir. Sən evdə olanda dincəlir, yoxsa sən məktəbdə olanda dincəlir? Evdə də, məktəbdə də. Elman, səncə sən məktəbə gələndə ana niyə sevinir? Çünki mən dərsə gedirəm. Məktəbdə nə edirsən ki, ana sevinir? Dərs oxuyuram. Toplama, çıxma. Sənə böyük çanta nə üçün lazımdır məktəbə gələndə? Ki içinə kitab, karandaş, penal qoya bilim. Tətil olanda, evdə qalanda ən çox buna kim sevinir? Mən. Çünki mən tətil çox xoşlayıram. Məktəbdən çox yorulursan, ana da sevinir tətil olanda. Ana niyə sevinir bəs? Çünki rahat dincəlir. Səncə sən məktəbə gələndə ana niyə sevinir? Çünki qoymay dərsəsin böyük polis oyaya və onu zaşçı çəyaya. Qoruyarsan onu. Hə. Sənə böyük çanta nə üçün lazımdır? Oyda hamısı və sırayı pamizdici. Çünki Yerləşsin əşyalar. hə. Mən də oyda var yemək qabı, qən qabı, su qabı. Sonra Mən qoyum oyda oya vergiyi və su qabı. Bu ona su ey. Çünki o pratikar çəyir məni su qabı. su qabın sınıqdır, su tökülür vərəqlərin üzərinə. Hə. Bax tətil olanda sən sevinirsən, yoxsa evdə ana sevinir? İkiniz. İkiniz də sevinirsiniz. Bəli. Safiyə, sən məktəbə gələndə ana niyə sevinir? Mən dərs öyrənirəm, hərfləri bilirəm, yəqəməyə bilirəm. Böyüyəndə həkim olacaq. Niyə həkim olacaqsan? Çünki anam həkimdir. Böyük çanta nə üçün lazımdır sənə? Onunla çox şey yerləşin. Su qoyacağam. Sonra yemək qabı qoyacağam. Qələm qabı qoyacağam. Kağız qoyacağam. Bəs oyuncaqlar da gətirəcəksən məktəbə çantada? Tətil olanda evdə ən çox kim sevinir? Hamısı. Ana. Niyə sevinir ana tətil olanda? Çünki ana çox işə gedir. Ana işdə olur, amma sizin tətilinizdir. Onda kim sevinir evdə? Bacı. Çünki yol. Ela, sən məktəbə gələndə ana niyə sevinir? Çünki dərs oxumaq üçün, beş almaq üçün. Ola bilər ki, evdə sakitçilik olsun, ona görə də sevinir. Yoxsa evdə də sən sakit, ağıllısan? Evdə də sakit ağıllıyam. Sənə məktəbə gələndə böyük çanta nə üçün lazımdır?
Hər şey üçün, çünki balaca çanta içində heç nə yerləşmir. Böyük çantayı nə qoya bilərsən? Yemək qabı, su qabı, qələm qabı. Oyuncaq da gizlədəcəksən çantanda. Çünki bura məktəbdir. Bəs tətil olanda ən çox buna kim sevinir evdə? Mən. Çünki evdə istirahət eləmək istəyirəm. Məktəbdən yorulursan dərslərdən. Bəs ana sevinir tətil olanda yoxsa kədərlənir? Sevinir. Sən məktəbə nə üçün gəlirsən? Oxumağa. Ay, sağ ol. Ana səncə sən dərslər öyrənməyinə görə sevinir, yoxsa evdə sakitçilik olur? Hansına sevinir səncə? Oxumağa. Sən oxumağına görə sevinir. Böyük çanta sənə nə üçün lazımdır? Kitablar qoymaq istəyirsən, yoxsa oyuncaqlar gizlədib gətirib oynatmaq istəyirsən sinifdə? Hansını istəyirsən? Kitab. Kitablar, oyuncaqlar da istəyirsən gətirmək məktəbə. Niyə? Ona görə dərs oxuyuram. Bəs tətil olanda evdə ən çox kim sevinir Həmidə? Mən əylənmək üçün. Evdə əylənmək üçün. Məktəbdə əylənə bilmirsən? Niyə? Ona görə dərs oxumalıyıq. Nigar, sən məktəbə gələndə ana niyə sevinir? Mən evə gələndə sevir. Niyə sevinir sən evə gedəndə? Oynamaq məndən. Nigar, sənə böyük çanta nə üçün lazımdır məktəbə gələndə? Kitab. İçinə nə qoyacaqsan çantanın? Yemək. Kitab. Karandaş. Yunan. Bəs çantada nə gizlədəcəksən? Heç nə. Heç oyuncaqlar şəsə vermirlər. Bəs Nigar, tətil olanda, evdə qalanda buna ən çox kim sevinir? Sən yoxsa ana? Ana. Niyə ana sevinir sənin tətilin olanda? Anam marketə qoyur mənə və hətta baba gələr. Mehdi, sən məktəbə gələndə ana niyə sevinir? Çünki dərs öyrənmək üçün. Başqa nəyə görə sevinə bilər? Çünki böyüyəndə həkim olmaq istəyir. Həkim olmaq istəyirsən. Niyə həkim olmaq istəyirsən Mehdi? Çünki xəstələri sağaltmaq. Böyük çanta sənə nə üçün lazımdır? Əşyalar yerləşmək üçün. Hansı əşyaları qoyacaqsan? Penal, su qabı, yemək qabı, tapşırıqlar. Bəs oyuncaqlar gizlədib gətirəcəksən çantada? Niyə? Çünki evdə oyuncaqlarla oynayıram. Tətilin olanda Mehdi, buna kim sevinir? Sən yoxsa ana? Kimisi. İkiniz də. Niyə sevinirsiniz? Çünki mən anama kömək eləyirəm. Kömək edirsən. Nələrdə kömək edirsən anaya? Ev yığışdırmaqda. Əli, sən məktəbə gələndə ana niyə sevinir? Anam eləyir də, evdə sakitlik olmaq üçün. Səni məktəbə gətirir. Niyə sakitçilik istəyir olsun evdə? Nə bilim, çünki hər gün yatır, xoruldayır da. Əli, sənə böyük çanta nə üçün lazımdır məktəbə gələndə? Pina qabım, su qabım, yemək qabım. Çantada nə gizlədib gətirərsən məktəbə? De. Heç nə. Yox, nəsə gizlədərsən, mən bilirəm. Nəsə götürərəm də. Nə məsələn? Mən kölə gedib orada bir pişik taparam, sevimli pişik də. Qoyarım çantama. Pişiyi niyə çantana qoyursan ki? Mən pişiyi çox sevirəm. Saat apararam. Nə bilim, pişik apararam. iPhone apararam. Tətil olanda evdə kim çox sevinir? Anam çox sevir tətil. Ana çox sevinir. Niyə? Nə bilim, çünki hər gün yatır da. Sən tətildə olanda ana niyə sevinir ki? Nə bilim, sevmirəm tətil. Sevmirsən tətili? Məktəbisən. Amma mən istəyirdim. Amma mən şey alacaq bir gün. Paltar. Nə? Paltar. Askili paltar alacaq. Üstündə askı olacaq belə. Həm də bizim uşaqlar günüdür. Təbrik edirəm.
Mən də sənin. Məktəbə gələndə anan niyə sevinir? Məktəbdə evə gələndə ana həvəslə sevinir ki, yeməkləri yeməyə. Hə, sən məktəbdən evə gedəndə ana sevinir ki, sənə dadlı yeməklər verəcək. Bəs sən səhər məktəbə gələndə ana niyə sevinir səncə? Ağıllı durmağımı. Bəs sənin məktəbdə böyük çanta nə üçün lazımdır? Kitab, Aha. qələm qabı, su qabı, bir də yemək qabı. Bir də dəftərlər, Başqa nə qoyacaqsan çantaya? Nəyi gizlədəcəksən? telefon. Telefon? Çantada? Niyə? Özdə iPhone 15, 70. Bəs tətil olanda ən çox buna kim sevinir? Sən yoxsa ana? Ana. Niyə ana? Axı istirahət eləmək istəyir. Dincəlir də. Sən məktəbə gələndə istirahət etmir? Yox, Mən məktəbə gedirəm. Ana evdə yorğun dincəlir. Amma mən də ona kömək eləmək lazımdır da. Bütün işlərdə də axı. Tətil olanda sən anaya necə kömək edirsən evdə? Pəncərələri silmək, yeri süpürmək. Sən pəncərələri silirsən? Boyun çatır pəncərəyə. Dırmaşıram da. Məryəm, sən məktəbə gələndə ana niyə sevinir? İstirahət eləmək üçün Neyinirsən ki, ana dincəlmir evdə sən olanda? danışıram. Danışırsan. Məryəm, məktəbə gələndə böyük çanta sənə nə üçün lazımdır? Kağızlarımı soxmağa içinə. Qoymağa. Başqa nə üçün lazımdır? Subtolkamı qoymağa. Su qabını, sonra oyuncaqlarını qoyacaqsan. Nə üçün gətirəcəksən oyuncaqları məktəbə? Oynamağa. Dərs zamanı oyuncaqla oynamaq olar. Tətil olanda buna ən çox kim sevinir, Məryəm? Tətil mən. Sən, niyə sən? Çünki həmişə yoruluram. Bəs tətil olanda sən sevinirsən. Bəs kim kədərlənir? Pis olur ki, Məryəm məktəbə getsin. Mama. Mama, niyə? İstirahət eləmək üçün. Aynur, sən məktəbə gələndə ana niyə sevinir? Ona görə məktəbə gedirsən, dərsini oxu, gəl evə. Gəl evə. Sən yeni biliklər öyrənməyin üçün sevinir ana? Hə. Sənə məktəbə gələndə böyük çanta nə üçün lazımdır? Penal, dəftər, kitab, Başqa nə qoyacaqsan? şəkil, Şəkil? Nə şəkilləri? ürək, Ürək şəkilləri kimə gətirəcəksən? sənə. Mənə. Tətil olanda, sən evdə qalanda buna ən çox kim sevinir, Aynur? Mamam sevmir. Sevmir? Ona belə hisslənir. Hirslənir sizə, siz evdə olanda. Niyə, Aynur? Heç nələmir, hisslənir. Hirslənir. Mənə gədilir, amma qoymur. Sən məktəbə gələndə evdə ən çox kim sevinir? Məktəbə gələndə ana. Ana. Niyə? Yatmaq üçün. Çox yatır ana. Siz evdə olanda onu qoymursunuz yatmağa. Qoyuruq, amma yenə də yatır. Başqa kim sevinir? Anamın padruqası sevinir. Sevinir. Sən böyük məktəb çantan olsa, sən onun içərisinə nə qoyarsan, Melisa? Çoxlu kitab var, sarı qələm qabım, yemək qabı, su qabı. Başqa nələr qoyarsan bəs? Məktəbə aid olmayan. Nəsə gizlincə qoyarsan? Nə? Sizə hədiyyə. Mənə hədiyyə. Nə hədiyyəsi, Melisa? Şokolad. Şokolad. Melisa, tətil olanda ən çox kim sevinir? Əlif. Çünki o dərs oxumaq istəmir. Dərs oxumaq istəmir. Bəs kim pis olur tətil olanda? Mama, Mama, niyə? yatmaq üçün. Deyirsiniz məktəbə gələsiniz, evdə qalmayasınız. Sən məktəbdə nələri öyrənirsən? Yazmağı, saymağı, oxumağı. Oxumağı. Məktəbdə nə dərs keçirik, gedib anaya danışırsan?
Bəs Adıyla, sən böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Kitab qoyaram, su qabı, yemək qabı, qələm, Bəs məktəbə aid olmayan nə qoyarsan içinə? oyuncaq, Oyuncaqlar. Hansı oyuncağını? mişqa, Mişqa, ayı. Kimlə oynayacaqsan oyuncağınla? Nuran, Kimlə? Nur, Adıyla, tətil olanda, evdə qalanda buna ən çox kim sevinir? ana, Ana. Niyə ana sevinir? işə getmir. İşə getmirsən tətil olanda? Bəs kim kədərlənir tətil olanda? Mən Sən niyə? çünki istəmirəm evdə qalmaq. Məktəbə gəlmək istəyirsən? Niyə sevirsən məktəbi? Çünki səni sevirəm. Mən də səni sevirəm. Ləman, sən məktəbə gələndə ana niyə sevinir? Çünki mən yaxşı dərs oxuyuram. Dərsdən 5 alıram. Şeirlər öyrənirəm. Yaxşı şeylər öyrənirəm. Əla. Bəs evdə nadinclik edirsən? Yox. Anaya kömək edirsən? Nələrdə kömək edirsən anaya? Paltarları sərməkdə. Qabları yığışdırmaqda. Ləman, sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Qələm qabı, yemək qabı, su qabı, bir də dəftər. Dəftərlər, başqa nə qoyarsan? Məktəbə aid olmayan nə qoymaq istəyərsən çantana? Oyuncaq, Oyuncaq, hansı oyuncağını sevirsən? Barbie, Barbini. Kimlə oynayarsan sinifdə? Banu ilə, Ləman, tətil olanda buna ən çox kim sevinir? anam. Niyə ana? Çünki o çox işləyir, sonra yorulur. Bəs kim kədərlənir? Sən niyəsən? Mən məktəbi sevirəm. Niyə sevirsən məktəbi? Dərs oxumaq. Əli, sən məktəbə gələndə ana niyə sevinir? Çünki öyrənməyə gəlirəm. Nə öyrənirsən məktəbə? Əlifbalar. Əlifbadakı hərfləri öyrənirsən. Sən evdə nadinclik edirsən? Yox. Yox. Səncə ana sevinir ki, sən məktəbə gəlirsən yeni biliklər öyrənməyə, yoxsa evdə dəcəllik edirsən deyə gətirir səni məktəbə? Hansıdır? Öyrənməyə. Öyrənməyə görə. Əli, sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Qələm qabı, Sonra, su qabı. Bəs gizli nə qoyarsan onun içinə müəllimə görməsin? Heç nə. Heç nə, oyuncaq gətirmirsən məktəbə? Maşın gətirirəm orada bir. Onu gizlincə qoyursan? Yox. Kimlə oynayırsan maşın gətirəndə? Əlinlə. Bəs tətil olanda Əli, buna ən çox kim sevinir evdə? Mən. Sən, niyə sən sevinirsən? Çünki rayona gedirik. Rayonda nə edirsən gedib? Oynayıram. Nənəm mən yerdən çox düzəldir. Bəs ana tətil olanda sevinir, yoxsa kədərlənir? Heç nə eləmir. Heç nə eləmir. Çiçək, necəsən? Yaxşı. Yaxşısan. Çiçək, sən məktəbə gələndə ana nə üçün sevinir səncə? Çünki dərs oxumağa gedirəm. Başqa nələr öyrənirsən məktəbdə? Başqa nələr öyrənirəm? İmla yazmağı öyrənirəm. Sonra əlifbaları öyrənirəm. Əlifbadakı hərfləri öyrənirsən. Başqa nələr? Rəqəmləri öyrənirəm. Sonra dərs öyrənirəm. Bəs evdə nadinclik edirsən? Yox. Səncə ana, sən bunları öyrənirsən deyə sevinir, yoxsa evdə sakitçilik olur deyə sevinir? Bunları öyrənməyə görə sevinir. Aha. Çiçək, sənin böyük məktəb çantan olsa, içərisinə nə qoyarsan? Qələm qabım, su qabım, yemək qabım, kitablar, bir də dəftər. Aha. Bəs məktəbə aid olmayan nə qoyarsan içinə gizlincə? Oyuncaq, Oyuncaq, hansı oyuncağını? kukla. Kukla, gəlincik. Dərsdə oyuncaqlarla oynamaq olar? Yox, Nə zaman oynayacaqsan bəs? yemək vaxtında. Yemək vaxtında. Tətil olanda kim sevinir, Çiçək? Ana. Ana, niyə ana sevinir? Çünki istirahət edir. Sən də sevinirsən, yoxsa kədərlənirsən? Mən də sevinirəm. Sevinirsən. Sən niyə sevinirsən tətil olanda?
Çünki anamla birlikdə olacağıq. Birlikdə olacaqsınız. Dərxanda da bacımla oynayıram. Aha. Nur, sən məktəbə gələndə ana niyə sevinir? Çünki dərs oxuyuram. Dərs oxuyursan, nələri öyrənirsən məktəbdə? Hərflər, rəqəmlər. Səncə sən məktəbə gələndə ana sən dərslər öyrənirsən deyə sevinir, yoxsa Nur evdə deyil, sakitçilikdir deyə sevinir? Hansına sevinir səncə? Sakitlik. Sakitçilik. Sən nə edirsən ki evdə? Mədəncilik edirsən? Biraz. Nur, sənin böyük məktəb çantan olsa, onun içərisinə nələr qoyarsan? Yemək qabı, Aha, su, aha, pənal, aha. kitab və dəftər. Gizlincə oyuncaqlar qoyarsan içərisinə? İcazə var məktəbə oyuncaq gətirməyə? Bəs sən nə edəcəksən o oyuncaqları çantada? Oynayacağım. Səncə tətil olanda evdə buna kim çox sevinir? Bacım sevinir. Bacın sevinir. Niyə bacı sevinir? Çünki məktəb olmur onda. Məktəb olmur. Bəs sən sevinirsən yoxsa kədərlənirsən? Kədərlənirəm. Niyə kədərlənirsən? Niyə pis olursan tətil olanda? Çünki yanında dostlar olmur. Necə? Çünki yanında dostlarım olmur. Altay, sən məktəbə gələndə ana niyə sevinir? Çünki xoşlayır. Niyə xoşlayırsan məktəbə gələndə? Sevinirəm. Sevirəm. Sən sevinirsən deyə ana sevinir. Sən evdə nadinclik edirsən? Yox. Altay, sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Yemək, Yeməyi başqa nə qoyarsan? su, penal, qələm qabı, qayçı, Qayçı. yapışdan, sonra vərək. Vərəq, aha. Məktəbə aid olmayan nə qoyarsan içərisinə? Məsələn, oyuncaq qoymaram. Oyuncaq qoyarsan? Qoymuram. Qoymarsan. Niyə qoymazsan oyuncaq? Çünki anam icazə vermir. İcazə vermir. Niyə ana icazə vermir? Çünki qoymur. Çünki məktəbdə oyuncaq olmaz. Yaxşı, olmaz. Çünki müəllimə alar. Alıb sonra qaytarır, yoxsa qaytarmır? Ondan sonra qaytarmır. Sonra verir ondan sonra. Sonra evinə apar, evə. Evinə, müəllim evinə aparır sənin oyuncağını. Yox. Mən evimə aparıram. Mən gizlədirəm ki, gətirməsin. Altay, tətil olanda buna ən çox kim sevinir? Mama, ata. Niyə sevinirlər onlar tətil olanda? Çünki məktəbə gəlmirik. Sən sevinirsən tətil olanda, yoxsa kədərlənirsən? Sevinirəm. Sevinirsən. Niyə sevinirsən? Çünki maraqlıdır. Evdən istidir bizim evimiz. Bana qəşəngdir məktəb. İstidir eviniz? Hə. Bəs məktəb necədir? Məktəb qəşəngdir. Qəşəngdir. Safiyə, sən məktəbə gələndə ana niyə sevinir? Sevinirəm. Niyə sevinir də? Sakitçilik olur evdə, ona görə sevinir. Sakitliyi sevir. Sevir. Sən nə edirsən ki evdə? Heç nə uşaqlara baxıram ancaq. Uşaqlara baxırsan? Hansı uşaqlara baxırsan evdə? 3 dənə. 3 dənə. Kimdir 3 dənə uşaq? 2 dənə var evdə. Mamam baxır. Mama baxır. Bəs deyirsən mən də uşaqlara baxıram. Mamam səni qoyanda Hümeyrəyə baxıram. Hümeyrəyə baxırsan. Bəs niyə ana sevinir ki, sən məktəbə gəlirsən? Çünki dərs oxuyam, hərfləri öyrənirəm, rəqəmləri oxuyam, misalları. Sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Kitab, qələm qabı, su, yemək. Gizlincə nə qoyarsan bəs çantanın içərisinə? Heç nə. Oyuncaq qoymazsan? Yox, Niyə? qoymayım da. Bəs dərsdə sıxılanda nə edəcəksən? Heç Tətil olanda buna ən çox kim sevinir? mama. Niyə? Çünki bir dənə dincəli yatır.
Yatıb. Bəs sən sevinirsən yoxsa kədərlənirsən? Sevinirəm. Sən niyə sevinirsən bəs? Çünki tətil olmağı çox sevirəm. Məktəbi sevmirsən bəs? Sevirəm. Məktəbi niyə sevirsən? İkisini də sevirəm də. Ana niyə sevinir? Çünki hərfləri öyrənmək üçün gəlirəm. Bura sevinir deyə. Evdə nadinclik edirsən? Yox. Yox. Bəs evdə ən çox kim nadinclik edir? Bacım, Sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? yemək, Başqa? qələm qabı, Gizlincə nə qoyarsan çantanda gizlədərsən? heç nə. Tətil olanda evdə ən çox kim sevinir buna? Ana. Ana, niyə ana sevinir? Çünki evdə qardaşım nadinci edir deyə ona baxmamı istəyir. Sən baxırsan Fuada. Bəs sən sevinirsən tətil olanda, yoxsa kədərlənirsən? Kədərlənirəm. Niyə kədərlənirsən? Çünki ev sıxıcı olur. Ana niyə sevinir? Çünki dərs oxuyuram. Dərs oxursan, başqa nələr edirsən məktəbdə? Hərfləri çəkirəm. Banu, bəs sənin böyük məktəb çantan olsa, içərisinə nə qoyarsan? Su qabı, yemək qabı, penar, dəftər, Sonra nə qoyarsan gizlincə? Nəsə gizlədərsən içərisində. gəlincik, Gəlincik kimdən oynayacaqsan sinifdə? ləman, miray, Tətil olanda evdə buna ən çox kim sevinir? ana, Bəs sən? kədərlənir. Sən niyə kədərlənirsən bəs? Çünki dərs oxumağı sevirəm. Məktəb üçün darıxırsan? Ən çox nə üçün darıxırsan məktəbdə? Dostlarım üçün. Aho, sən məktəbə gələndə ana niyə sevinir? Çünki xoşbəxt olub, xoşbəxt. Bəli. Sən məktəbdə niyə xoşbəxt olursan? Çünki dərs oxuyuram. Dərs oxursan, başqa nə səni xoşbəxt edir məktəbdə? Müəlliməm, Ayda müəllimə xoşbəxt olur. Kim Ayda müəllimə. xoşbəxt olur? O nəydən xoşbəxt olur? Çünki mən özü yarış aparıram. Ahu, sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Su qabı, yemək qabı, kinder, şokolad, barni, Gizlincə nə qoyarsan bəs çantana? sofutka. Ahu, tətil olanda ən çox buna kim sevinir? Mən. Sən niyə sən sevinirsən? Çünki evdə qalıram tətil. Evdə nə edirsən? Evdə. Televizora baxıram, televizor. Nəyə baxarsan televizorda? ATV, ATV-də nə göstərirlər? Azərbaycan. Bəs ana niyə sevinir sənin tətilin olanda? Çünki mən paşada söydürmüşəm ki, dərs oxuyuram. Ana buna görə sevinir? Hə. Aferin sənə Ahu. Mika, sən məktəbə gələndə ana niyə sevinir? Dərs oxumaq üçün. Nə öyrənirsən məktəbdə? Öyrənməkdə hərflər. Sənin böyük məktəb çantan olsa, onun içərisinə nə qoyarsan? Penan qoyaram, minə qabı qoyaram, su qabı. Nə qoyarsan? Minə qabı, su qabı. Ayaqqabı? Su qabı deyirəm. Bəs kitab, dəftər gətirməyəcəksən məktəbə? Şab dəftərdə. Oyuncaq gətirəcəksən sinifə? Yox, Yox, niyə? Bəs sıxılanda nə edəcəksən? heç nə. Heç nə. Tətil olanda ən çox kim sevinir evdə? Mən sevirmirəm. Sən sevinmirsən. Niyə sən sevinmirsən? Çünki dərsi sevirəm. Sevirsən. Bəs ana tətil olanda sevinir, yoxsa kədərlənir? Kədərlənir. Niyə? Niyə pis olur tətil olanda? Çünki mən dərsə istəyə gedim.